Uşaqlar, bugün havanın yaxşı olmağından istifadə edib sizi bu parka gətirdim. Düşündüm ki, sizin də xoşunuza gələr. Baxın, bura necə gözəldir. Burada şəlalə də var, heykəllər də var. Uşaqlar, deyirlər ki, dünyanı gözəllik xilas eləyəcək. Amma mənə elə gəlir ki, gözəlliyin olması üçün sevgi də olmalıdır. Biz əgər istədiyimiz bir işə sevgi ilə yanaşsaq və yaxud hər bir işə sevgi ilə yanaşanda o gözəl olur, düzdür? Məsələn, hər bir ana üçün onun övladı hamıdan gözəldir. Hər bir vətəndaş üçün onun yaşadığı torpaq, onun yaşadığı dünyaya gəldiyi vətən hər şeydən gözəldir. Uşaqlar, fikir verdiniz ki, burada çoxlu ürəklər var. Bəs mən bu ürəklərin mənası nədir? Uşaqlar, ümumiyyətlə ürəyin mənası nə ola bilər sizcə? Sevgi. Baxın, əgər ürək olmasa, insan yaşaya bilməz. Nə qədər ki, bizim ürəyimiz döyünür, o qədər də həyat var. Ona görə bu parkda bax, bu qədər ürəklər var. Bəs bu balaca oğlan kimdir? Balaca, sən burada nə gəzirsən? İstəyirsən, gəl bizimlə gəz. Gəl bizim komandamıza qoşul. Yaman utancaqdır uşaqlar. Eybi yox. Bizi ilə indi sən burada həm oynayacaqsan, həm əylənəcəksən, həm də uşaqlar şəkil çəkəndə baxarsan. Elə rəmzlər var ki, onlar xalqlardan, mədəniyyətdən asılı olmayaraq bəşəriyyət üçün qiymətlidir. Siz bu rəmzləri adi məişət əşyalarının üzərində görə bilərsiniz. Dünya incəsənətinin möhtəşəm nümunələrində də, nəhəng musiqi əsərlərində də. Həmin simvolların ən dəyərlisi və düşündürücüsü ürəkdir. Bəlkə bu ona görə belədir ki, ürək, alov, sevgi, səadət deməkdir. Bu hisslər yalnız insana deyil, bütün bəşəriyyətə doğmadır. 5-10 dəqiqəmiz var. Ona görə mən sizi yormayım deyə sizi buraxıram, biraz oynayasınız. İstəyirsiniz? Burada əyləncəli park var. Gedin orada əylənin, Arif müəllim gələnə qədər. Sevən Ürəklər Parkı, mən belə adlandırıram. Çünki orada heykəllər də var, ürəklər də var. Ürəklər ancaq rəngkarlıq işləridir, heykəllər ancaq başqa şeylər var. Orada sevgi var, düzdür? İndi gedək baxaq. Burada hər bir rəssama bir ürək tapşırılıb da, hə? Nərmin müəllimə, siz burada bu Sevgi Parkında, Sevən Ürəklər Parkına xoş gəlmişsiniz. Mən çox xoşum gəldi ki, bugün çox gözəl havadır. Havadan başqa bu uşaqları buraya gətirmişsən. Arif müəllim, mən çox sevinirəm ki, siz bu ürəklərin müəlliflərindən birini, Zərnişan xanımı bugün verilişimizə dəvət eləmişsiniz. Və mənə elə gəlir ki, uşaqların da ona çoxlu sualları olacaq, o da öz işi haqqında danışar. Biz təzə gəlmişik parka, ona görə mən təklif eləyərdim ki, gəlin gəzək, ürəklərin yanına gedək, yaxınlaşaq, baxaq. Çünki burada hər bir ürək bir rəssam tərəfindən işlənib və uşaqlarımız da rəssamlığı sevdiyinə görə, rəssamlıqla məşğul olduğuna görə mən onları məhz bu parka gətirdim. Bax, bu uşaqlar dərsdən sonra verilişinin qəhrəmanlarıdır, rəssamlardır, gənc rəssamlardır. Zərnişan xanım, mən soruşdum da ya ondan. Dedim ki, yaxşıdır ki, hər rəssama bir ürək veriblər. Çünki hər an bir ürəyi var da. Ancaq eləsi var ki, 2 ürək çəkmək istəyir. Ona icazə vermədilər. Yox, 2 ürəklə olmaz. Həm uşaqlar bir ürəyimiz var da hamımızın. Düzdür? O ürək həm sevir, həm nifrət eləyir, həm sevinir. Ona görə ki, tanış olaq baxaq. Gəlin gedib tanış olaq baxaq. İşi var. Sonra da baxacaq o işlərə. Yaxşı. Memarlıq əsərlərində, zərgərlik nümunələrində, hətta kulinariyada belə biz ürək simvollarından istifadə edirik.
Ürək elə bir rəmzdir ki, onu nəinki insan fantaziyasında, təbiətin yaratdığı möcüzələr arasında da görmək olar. Bəzən gölləri, meşələri, buludları da ürək formasında görə bilirik. Bir sevən ürəkin müəllifisiz. İndi biz onunla tanış olaq. Hardadır sizin işiniz? Mənim işim biraz uzaqdadır. Ancaq burada başqa müəlliflərin işləri. İndi biz bununla tanış olaq, axırda sizin işlə tanış olaq. Gəzək, çünki burada ürəklər çoxdur. Gedək yaxınlaşaq. Çox maraqlı bir iş var burada. Mənim rəngi də xoşuma gəlir. Bu işlərin özəlliyi də ondadır ki, ürəklər belə dairəvi olduğuna görə onun hər tərəfini biz işləmişik və hətta bu ürəkləri bax belə fırladıb, Aha. hər Baxmaq tərəfinə də baxmaq olar. Mən bir şey fikirləşirəm. Biraz ağırdır, düzdür. Yaxşıdır. Ancaq, yəni bizdən hər o tərəfə ürəyin baxılır. səsi də gələr işlərdən. Yox, elə şey yoxdur. Nərmin müəllimə, niyə bütün rəsmlər ürəklərin üstündə çəkilir? Əli, bax bu bağda ürəklər bir simvol şəklindədir. Biz rəssamlara da bu ürəklər kətan kimi gəldi. Yəni, ağ kətan idi və üstünü bizə tapşırdılar ki, biz çəkməliyik. Amma parkın adı Sevirəm parkıdır axı. Ona görə də burada simvollar ürəklərdir. Nərmin müəllimə, həmişə bu rəssamlar ancaq kətanda bir üzdə çəkirlər, hə? Zənnişan xanım. Ancaq bu bir heykəl ki, heykəl axı hər tərəfli görünür. İndi rəngkarlıq da oldu hər tərəfli. Düzdür? Yəni o da bir çətinlik yaratmadı ki, sən də bilirəm ki, ürək çəkmirsən. Zənnişan xanım da çəkir, obrislər də baxacaq. Bir çətinlik olmadı bunu çəkəndə. Çətinliyi var idi, amma çox gözəl bir proyekt idi. Yox, yaxşıdır. İndi mən bir şey soruşum, uşaqlar da bilir. Bu ürəyin ətrafında sən fırlanırdın, yoxsa ürək sənin ətrafında fırlanırdı? Elə mən də ürəyin ətrafında fırlanırdım. Ürək də məndən. Lap yaxşı, onda gələk baxaq. Müəllimə, bəs bunun üstündə nə çəkir? Gəl baxaq da. Uşaqlar, gəlin baxın. Gəlin Bu tərəfdə bu görünür. ürəyin üst tərəfinə baxın. Baxın, görürsünüz burada bir qızdır, fleyta çalan qızdır. Yəni burada musiqiyə olan məhəbbət təsvir olunur. Bəli, bax bu ürək musiqiyə aiddir. Görürsünüz, arxa tərəfinə keçsəz, orada notlar görərsiniz, şanapipiklər. Yəni hər rəssam öz ürəyini özü istədiyi kimi necə hiss eləyirsə, elə də çəkib, elə də öz hisslərini ifadə edir. Yəqin uşaqlar bilirlər də, fleyta bir musiqi alətidir. Bəli. Özü rənglər çox Rənglər də çox gözəldir. Fleytanın səsi də başqa alətlərə görə başqadır. Neyin səsi ayrıdır. Ona görə belə bir qammada ağ, göy, mavi, yüngül səhrayı. Yəni onun ifa elədiyi musiqinin elə bil ki, rəngləridir, bəli, təsviridir. Arif müəllim, orada bir iş var, miniatür üslubda işlənir. Biz miniatürlər haqqında uşaqlarla danışmışdıq və mən istəyərdim ki, onlar burada bir ürəyi də belə baxsınlar ki, miniatür ürəyi balaca deyil, böyükdür. Əslində bu böyükdür, amma üstündəki iş miniatürdür. Gəlin, gedək baxaq. Bəs parkda neçə ürək var? Parkda sevən ürəklər çoxdur. Ancaq rəsm əsərləri 10 dənə. Düzdür? Mən də bayaq baxıb görürəm, siz də elə 10 nəfərsiniz mənimlə bir yerdə. Bir 10 dənə sevən ürək var, hə? İndi o ürəklərlə gedib tanış olacaq. Bir anlıq yaşınızdan asılı olmayaraq ağ kağız üzərində çəkdiyiniz rəsmlərə diqqət yetirin. Nədənsə bizim hər birimiz rəssam olmasaq da belə, istər-istəməz özümüzdən asılı olmayaraq qara qələmlə ürək rəsmi çəkirik. Əslində bu yolla biz öz hisslərimizi ifadə edirik və beləliklə özümüz də bilmədən ağ kağızda ürəyin 3D illüziyasını yaratmış oluruq. Gəlin diqqətlə baxaq, həm də öyrənək. Burada çox maraqlı heykəllər var. Heykəldən başqa
bizim Xəzər sahilindəki qayalardan var. Ən təbii qayaları gətirib qoyublar bura. Bu da özü bir bağın bir nətər gözəlliyidir. Arif müəllim, Bəli. daşdan da ürək olur. Bəs eşitməmsən, ürəyi daşdan insanlar var. Təbiətdə də var. Yəni ürəyi bərk olan, ancaq daşdan heykəllər düzəldirlər. Bildin? Sonra deyirlər ki, o adamın ürəyi daşdır. Eşitmirsən? Bəli. Hə, o ayrı şeydir. O yəni hə daşdır. Yəni ürəyi belə möhkəmdir. Yox, möhkəm ayrı şey, daş ayrı şeydir. Hə, ürəyi daş olan biraz yaxşı deyil. Məsələn siz xasiyyəti pis olur, çox kobud olur, hə? Heç kəsə qulaq asmaq istəmir. Bax Nailə xanımla biz tanışıq. Nə gözəl iş var, görürsünüz siz Azərbaycan miniatürlərini biz keçmişik, yadında gəlin dərs. Bax burada Nailə xanımda. Nailə xanım salam. Əvvəla mən sizi təbrik edirəm bu gözəl işlə. Salam Nailə Sevən xanım. ürək daha da sevilir. Orada Azərbaycan miniatürlərindən elementlər var, rəngləri də çox maraqlıdır. Heykəllər dairəvidir. İndi ürək də dairəvidir. Baxaq, hə? O yanda baxaq. Gəlin bura uşaqlar. Nə sualınız var Nailə xanım verə bilərsiniz. Bu yağlı boya ilə də işlənir. Yox, akril boya ilə işlənmişik çünki Tez qurusun. Hə, hə. Görürsünüz bu şanapidir, bu Abşeronun quşudur, çox yaxşı. Əllə xahiş olunur, əllə amma olur. bəzi vaxtlar ona şirinə buzul deyir. Deyirlər, ancaq Abşeronda çox olur çünki o bu deyirəm. Mən bilirəm, uşaqlar da baxır bağda olanda bu. Nərmin müəllimə, mən eşitmişəm ki, insanların ürəyi bu boyda olur. Bu düz fikirdir. Bəli, düzdür. Hər bir insanın ürəyi onun ovucu boyda, yəni yumruğu boyda olur. Bəs bu ürəklər niyə belə böyük olur? Çünki bu ürəklər park üçün nəzərdə tutulub. Axı bu park böyükdür və bu parkın ölçüsünə uyğun da bu ürəkləri Bir qoyublar. də onun Həm də ki üzərində bu rəsmlər çəkilməlidir. Balaca bir ürəyin üstündə rəsm çəkmək olmaz ki. Bax bu Nailə xanım ürəyi elə bu boydadır. uşaqlar həm də bu ürəklər rəmzi məna daşıyır. Bax bu ürəklərin üzərində biz Azərbaycana olan məhəbbətimizi təsvir eləmişik. İndi başa düşdünüz nəyə görə bunlar belə böyükdür? Arif müəllim, bəlkə gedək o biri ürəklərə də baxaq. Gedək. Nailə xanım, çox sağ olun. Nə gözəl ki, siz bu işləri işləmisiniz. Sağ olun. Sağ olun. Bəlkə də sizə təəccüblü gələcək. Ürək simvollarının tarixini öyrənmək istəsək, biz onu iki ququşunun silüetində tapmış olacağıq. Diqqətlə baxın. Qarşı-qarşıya dayanan ququşları ürəyə daha çox bənzəyir. Heç təsadüfi deyil ki, təbiətdə ququşları xoşbəxtlik, səadət rəmzi hesab olunurlar. Çünki onlar nə qədər ki təbiət var, nə qədər ki onlar canlıdır, bu quşlar bir-birlərinə daimi sadiq qalırlar. Arif müəllim, orada mən gözəl heykəllər görürəm. Hə, gedək Gəlin bu görək. tərəfdən gedək, Hə. onlara da baxmış olarıq. Nərmin, mən bilirəm ki, ən çox heykəl, rəsm bu bağda var. Bəli, Arif Həm müəllim. ürəklər, həm də ki, beynəlxalq simpoziumun heykəltaraşları burada öz heykəllərini qoyublar. Dünyanın müxtəlif ölkələrindən rəssamlar, heykəltaraşlar gəldi və simpoziumlar keçirildi və çox maraqlı işlər yarandı. Görürəm burada Yəni heykəlləri. çox az müddətə çox gözəl, maraqlı işlər yarandı və nə yaxşı ki, bu işlər bu parkda qoyulub. İstənilən insanlar istənilən vaxta gəlib bunlara baxa bilərlər. Özü də bizim yerli daşdır, ya, çox yumşaq daşdır. Bilirsən də heykəllər Bəli. üçün yumşaq material var. Bax bunlar hamısı bizim yerli daşlardan heykəllər düzəlir. Bəli, burada müxtəlif müasir heykəllərdir. Bunlar tikiləndə mən tez-tez keçirim buradan. Bura çox neftlə dolu bir torpaqlar var idi. Yəni köhnə Qara şəhər deyilən yerin bir lap ağır yeri idi. Mən fikirləşmirdim ki, burada belə ağaclar ola bilər. Hələ heykəlləri demirəm. Ancaq indi Bakının ən gözəl parklarından biridir.
Arif müəllim, mən Zərnişanın işini görürəm. Görürsün, fark ediyor. Hə, gəlin ona yaxınlaşaq. Zərnişan xanımın ürəyi görsən. Parkın mərkəzində yerləşən fiqur isə tanınmış Azərbaycan rəssamı Rəhim Çopura məxsusdur. Rəhim Çopur qırmızı fonda içəri şəhər təsvirini verməklə qədim binaları nar dənələri ilə təsvir edir. Park 3 hissədən ibarətdir. Hər bölməni kompleksin müxtəlif işləri bəzəyir. Bir qədər irəlidə bizi rəssam Nailə Sultanın işi qarşılayır. Burada da rəssam və heykəltaraşların göz oxşayan əl işləri yerləşdirilib. Ziyarətçilərin marağına səbəb olan əl işlərindən biri də Zərnişan Yusifə məxsusdur. Bizə ürəkləri işləyəndə dedilər ki, mövzu sevgi, həyatdır. Mən də bu ürəyin üzərində həyat ağacı təsvir eləmişəm. Ümumiyyətlə həyat bilirsiniz də qırmızı rəng həyat Həyat eşqidir, rəngidir, həyat bəli. nətərdir, hərəkətidir. Ona görə ən qırmızı ürək sizindir burada. Arif müəllim, özdə mən eşitmişəm ki, ürəklərin tarixi lap qədim Misir dövrünə gedir çıxır və ürək bir simvol olaraq yanan günəşin, yəni alovlanan günəşin simvoludur. Mən də deyərdim ki, bu yanar ürəkdir. Yanar ürəkdir. İnsanın hərəkəti o məcazi mənada simvol yanar, yəni həyata qaynar. Qırmızı rəngin özü də həyat eşqidir. Ona görə Zərnişan xanımda bütün ürəyi bir yeganə işdir ki, burada qırmızı ilə ağdır. Yəni qırmızı çox təşkil edir və uzaqdan mən səsini də eşidirəm onun hərdən bir. Ümumiyyətlə mən onu deyim ki, biz bu ürəkləri Nailə xanım dediyi kimi bir həftə ərzində işləmişik və bütün rəssamlar hamısı birlikdə işləmişik. Bu çox önəmlidir, çünki bütün rəssamlar birlikdə həm işləməkdən çox böyük zövq aldı, həm böyük təcrübə idi bizim üçün, həm də hamımızın ürəyi birlikdə orada döyünür. Zərnişan xanım bunu eləyəndə fikirləşib ki, öz ürəyini çəksin, yəni təsvir eləsin. Ürəyi onun genişdir. Ümumiyyətlə bilirsiniz də, yaradıcı adamlar çox emosional olur. Emosional olanda da ürəkdən çəkirlər. Hər şey deyirlər ki, ürəyim belə istədi, ürəyim belə istədi. Yanar ürək var, veya uşaqlar deyir ki, daş ürəklər var. Ancaq rəssamlar, yaradıcı adamlar həmişə ürəklə çəkirlər. Hər bir əsər ürəklə çəkilməsə, o tamaşaçıya təsirlənmir. Bax, bugün də Zərnişan xanım bu gözəl qırmızı, həyatla dolu bir ürəyi çəkir. Mən bilirəm ki, Zərnişan xanımda öz yaradıcılığı var, biz tanıyırıq, onun gənc rəssamdır. Mən hesab edirəm ki, hələ o ürəyindəki olanları bax, bu böyük ürəyi keçirdi. Uşaqlar, həm də bu ürəyin üzərində nar şəkli təsvir olunmuşdur. Nar da kainatın simvoludur. Yəni, nar baxırsınız həm qırmızı rəngdədir, amma burada ağ rəngdə təsvir olunmuşdur ki, qırmızı ürəklə yəni qarışmasın, seçilsin. Uzaqdan mənə Qobustanın rəsmlərini hatırlatdı. Bax, o ritmlər var burada, hə? Bəlkə özündən asılı olmayaraq. Ancaq uzaqdan mənə Qobustanın rəsmlərini oxşadan rəsmlər gördüm burada. Hərçənd orada xalçalardan istifadə edir. Ancaq uzaqdan mənə elə gəldi ki, Qobustan, yəni o ritmi tutub o. Bəli. Axı bu ürəklərdən birini siz də işləmişsiniz. Hardadır o? Bu parkdadır. Mən istəyirdim sizə sürpriz eləyim. Mən uşaqlara deməmişdim. İndi gedib baxacaq. İndi gedib baxarıq. Biz indi Zərnişan müəllim biz təbrik edirik ki, bu uşaqlarla görüşdüyünüz üçün, ürəklə tanış olduq yaxından. Böyük ürəyiniz var. Çox sağ olun. Tək burada yox, ürəyiniz də burada. Sağ olun, sağ olun. Sağ olun. Sağollaşaq, Sağollaşaq, gedək. Sağ olun. Sağ olun. Elə bilirik ki, bu tarix sizin üçün maraqlı olacaq. İnsanlar nə zaman ürək rəmzləri, simvolları yaratdılar? Bu o zaman idi ki, ilk insan ürəyin duyğular mərkəzi olduğuna çox inanırdı.
İnanırdılar ki, insan həyəcanlananda, qorxduqda, sevinəndə ürəyin döyünməsi bu inancı daha da gücləndirir. Qədim Misirdə ürək duyğular arasındakı əlaqəyə olan inancı tarix boyu davam etdi. Hətta müqəddəs kitablar belə bütün varlıqları ürəyinizlə, ruhunuzla sevin deyərək sevgini ruh və ürəklə qarşılaşdırırdılar. Baxın, biz bütün duyğu mərkəzlərinin beyində toplandığını bilsək də, sevgidən danışarkən əllərimizi başımıza deyil, ürəyimizin üstünə qoyuruq. Bu hara qaçdı bu qız? Nərmin müəllimə, bu sizin işinizdir ki. Hə, bu Nərmin müəllimənin ürəyidir. Yəni təsvir olunmuş ürəyidir. Hə, çox Uşaqlar, gözəl. baxın, mən də tanış burada olsun. sevgi mirvarisi çəkmişəm. Yəni okeanın içində baxın bir mirvaridir orada. Buna Sonra uşaqlar onu- dənizaltı deyirlər. Və bəli, Dənizaltı. sualtı bir mənzərə Bəli. göstərilir. Bəli, mən də dənizi çox sevdiyimə görə dəniz mövzusunu Çox maraqlı, çox çəkdim. maraqlı. Bu şəkli siz nələ işləmisiniz? Qulaşla yoxsa akvarellə? Yox, bu nə quaşdır, nə də akvareldir. Bu akril boyalardır. Onlar xüsusi boyalardır ki, baxın bu axı təbiətdədir bu Bəli, heykəl. parkda su var, külək var, Axı yağış burada var. külək var, yağış yağır, neçə günlər yağış yağdı. Amma bu boyalar elə xüsusi boyalardır ki, bunlar silinmir. Nəinki bu heykəlin üzərində, taxtanın da üzərində, parçanın da üzərində bu boyaların işləmək olur. Həm də solmur. Baxın, küləklər bu işi istədiyi yerə fırlada da bilərlər, görürsünüz? Axı bu təbiətdədir. Bu işi istədiyimiz yerə fırladıb baxa bilərik. Çox qəşəngdir, Nərmin müəllimə. Çox sağ olun. Uşaqlar, bilirsiniz mən nəyə görə bu mövzuya toxundum? Düşündüm ki, yer üzərində ürəkləri çəkənlər çox olacaq. Ona görə ki, yer özü çox gözəldir. Ancaq suyun altında elə bir gözəl mənzərələr var ki, hətta yerdən də gözəldir. Ona görə həm də mən dəniz mövzularını çox sevirəm və istədim ki, bu dəfə parkda belə bir mənzərə olsun. Yox, maraqlıdır. Yəni hər rəssamın öz bir istədiyi mövzular var. Sən də bu dənizaltı seçmisən, çox gözəl. İndi mən hesab edirəm ki, bizim bu dərsdən sonra verilişin iştirakçıları və bizə baxanlar Nərmin müəlliməni təbrik eləsinlər bir rəssam kimi. Böyük bir ürəyin sahibi kimi. Ona görə təbrik edirəm. Çox sağ olun, Şalat, çox sağ olun. Arif müəllim, mən istəyərdim ki, bizim balaca tamaşaçılarımız da, bizim iştirakçılarımız da öz kompozisiyalarını ürəklərin üzərində çəksinlər. Bəlkə onların ürəyində başqa bir kompozisiya, başqa bir mövzu var. Bax, Yəni biz orada bu ürək geniş mövzudadır da. Yəni bu ürəyin üzərində nə istəyirsiniz, ürəyiniz nə istəyirsə onu çəkə bilərsiniz. Və Arif müəllim, parkın girişində bir ürək var, onun üzərində heç nə çəkməyiblər. O qırmızı o ürəkdir. bizim uşaqlar üçün qoyurlar ki, ona baxıb öz fikirlərini eləsin, sonra göndərsinlər bizə. Yəqin ki, Arif müəllim. İstəyirsiniz gəlin gedək, verilişimizin yekununu da elə orada eləyərik. Bəlkə elə uşaqların da ürəyindən nəsə keçə bilər. Gedək. Gəlin. Və nəhayət biz qırmızı ürəyin yanına yaxınlaşdıq. Bəli. Bax, uşaqlar görəcəklər ki, burada heç çəkilməyib. Hazırdır ürək. Ürəyin arzularını kim çəkəcək? Bizim dərsdən sonra verilişinin iştirakçıları, Bəli. bu verilişə baxan respublikada və xaricdə baxan uşaqlar da bunu çəkə bilərlər. Hə? Sizə də beləncə vermişdilər yəqin də. Sonra siz ona üzərində işlədiniz. Bəli, bizə veriləndə ürəklər ağ rəngdə idi, rəngsiz idi. Sanki bir ağ kətan idi və biz onun üzərində öz düşüncələrimizi Ancaq çəkdik. Nərmin müəllimə, biraz uşaqlar diqqətlə baxsa, bura bax, qapılar, gəl bura. Uşaqlar Bax. yaxına gəlin. Bu qırmızının üzərində uşaqların öz ürəkləri var.
Bəli, Özləri görürsüz biz özümüz əks olunuruq. Görürsüz orada o ürəklər var. Hə. Özümüz əks 10 oluruq. ürək, 15 ürək bu saat görünür onun üzərində. Görürsüz, bu da bir şeydir. Bəli. Hərdən bir var şəkil çəkilir. Ancaq biz özümüzü görmüyordu. Ürəyimiz hamısı oradadır. Bəli. Bizim ürəyimiz buradadır, müəllim mənim. Arif müəllim, mən istəyərdim biz keçək ürəyin yanına və tamaşaçılarımızla məhz bu ürəyin qabağında Onda gəlin belə sağollaşaq. danışaq. Gəlin uşaqlar, bu 10-cu ürəklə sağollaşaq və bu ürəklər qoşulsun bütün Azərbaycanlıların ürəyinə. Bayaq dedim 50 milyon Azərbaycan ürəyi var. Onlardan da biri buradadır, qalanı da hamısı dünyadadır. Biz onlara bir sağ ol eləyək, sağollaşaq onlarla, yeni görüşlərədir. Sağ ol. Sağ olun uşaqlar.